¿Cómo está, señor Kasımov? Estoy muy bien, la verdad que me alegro que viniste aquí a una ciudad como Şamaxı para hacer un interview tan bonito en un tiempo muy bueno. Okay. Usted es una leyenda del fútbol azerbaiyano, pero ha vivido durante muchos años en España. ¿Cuál es su ciudad favorita en España? La verdad que como leyenda yo no voy a decir que la gente lo mira por fuera y me dice cómo soy yo no me gusta hablar de mí. Y la ciudad que me gusta, la ciudad que le gusta a mucha gente es Sevilla. Sevilla es una ciudad impresionante, muy bonita, muy histórico. Así que para mí la mejor ciudad es Sevilla en España. Ok, muchas gracias. Bura kadardı. İspanyol. Öpüştüm. Bərmən, biz sizlə tanış olduq, bir dəfə görüşdük və mən yəni, siz də təklif ediniz ki, gəlin Şamaxıda, həm burada Bakıda çəkmənin bir mənası yoxdur, çünki fəaliyyətimiz buradan ibarətdir. Biz də dedik ki, bir gün keçirək sizlə, həm biraz futbol oynayarıq, nəsə bir şeylər fikirləşərik, həm də sizin karyeranız barədə danışarıq. Amma mən sizdən biraz nədən başlayaq? Misal üçün, mən özüm Barcelona azarkeş olmuşam və Spartak Moskva azarkeş olmuşam. Barcelona oyunlarına ümumiyyətlə baxanda görür ki, onlar hamısı öz uşaqlıqdan yetişirlər də orada. Bütün onların ən belə top oyunçuları hamısı oradan yetişib. Iniesta olsun, Xavi olsun, digərləri. Və mənə maraqlıdır ki, siz orada 16 il yaşamısınız da. Mənə çox maraqlıdır ki, İspan ümumiyyətlə mentaliteti, İspan akademiyası futbola necə baxır və bizim mentallıqla onlar arasında fərq nədən ibarətdir? Birincisi belə deyim də, çox gözəl nöqtə qoydun da ona nəyə görə? Belə deyim də, o deyirlər Azərbaycan futbol ölkəsidir. Demək olmaz da, Azərbaycan futbol ölkəsidir. Amma İspaniyadır, İtaliyadır, İngiltərə futbol ölkəsidir. Onlar futbolla yaşayırlar. Özdə balaca uşaqdan başlamış, yaşlı adamlardan qurtarmış. Hara getsən hamı futboldan danışır, uşaqların özü futboldan danışırlar. Ona görə elə birinci buradan başlayanda maraq o qədərdir ki, hara gedirsən hər yerdə futbol oynayırlar. Bizdə bəlkə qabaq belə var idi, həm şərait, həm də maraq futbola. Bugün onu biz görmürük. Düzdür, rayonlarda hələn belə şeylər, belə şərait qalıbdır da, yəni məhəllə futboldan danışıram. Hardasa rayonlarda qalıbdır. Amma şəhərdə yer də yoxdur oynamağa. Yəni cavan uşaqlar futbol istəsələr də oynamağa yer tapmaq çətindir. Ya da yer də olanda, hamı bilir də, bugün çoxsu meydançalar yəni pulludur, oraya girmək çətin olur. Birinci elə problem odur. Yəni inkişaf eləmək üçün tək məşqlər deyil də. Ondan əlavə yenə məhəllə futbolu da olmalıdır. Mənim özüm necə böyümüşəm, məşqlərə də gedirdim, amma məşqdən çıxıb gedirdim məhəllə futbolu oynamağa. Yəni gündə məndən 6 saat mən futbol da oynayırdım, həndbol da oynayırdım, basketbol da oynayırdım, hoplanıb düşürdüm, turnikə də çıxırdım. Bütün növ idmanlarla məşğuldum. Hardasa bəzi idmandan daha da çox məşq edirdim, bəziləri daha da az edirdim. Amma əsas xoşladığım idman elə futbol olubdur da. Orada məsələn uşaqlara yanaşma necədir? Məsələn, deyək ki, bir 6 yaşlı, 7 yaşlı uşağı İspaniyada futbol akademiyasına qəbul edirlər də. Onun məsələn valideynlərlə maraqlanırlar, görüşlər edirlər. Necə baş verir o proses? Bu proses belədir də. Yəni yaxşı kluba düşmək üçün orada elə belə düşmək olmur. Belə deyəm də, orada hər gün futbol, yəni bizdə də gəlib ona çıxırıq da, çox yerlərdə elədir. Pulsuz klub demək olar ki, yoxdur da, çoxsuzca pulludur. Amma potensialları, uşaqları, yaxşı uşaqları klub onu gətirir öz klubuna və pulsuz onu məşq elətdirir. Ondan əlavə forma verilir. Baxır klubun özünə şərait yaradır ki, uşaq daha da tez inkişaf eləsin futbolda. Bugün bizdə də yəni pulsuz klub dəqiqə tapmaq çətindir. Yəni var, professional klublar hamısı pulsuzdur, amma onlar da ən yaxşılarını seçib
gətirdirlər öz komandasına. Ona görə biraz fərqlidir. Amma Avropada yəni uşaq hara gedirsən, valideynin marağı çox olur futbola. Nətər hər həftə sonu normalda yarış olur. Baxır nə səviyyədə, onun fərqi yoxdur. Yəni valideynlər uşaq futbola hazırlaşır. Valideynlər burada festival kimi hazırlaşır. Hərə bir yemək gətirir, manqalını aparırlar, içməyini aparırlar və oyundan sonra piknik kimi eləyirlər və ailəvi, yəni uşaqların valideyni bir yerdə oturub həm futbola baxırlar, balet eləyirlər. Heç vaxt futbolun, yəni müəllimin içinə qarışmırlar. Onların da baxmağı, tərifləməkdən başqa heç nə eşitməsən. Yəni heç kim mane olmur. Hara vurmaq lazımdır topu. Demirdə ki, uşağımı hücumçu oynat, nə bilim, bizdə yəni çox dəfə görmüşdük, valideynlər gedir, ora qaç, bura qaç, ora vur, bunu Allah, bunu. Yəni qıraqdan həm mane olur uşağa. Ona görə ki, ola bilsin ki, müəllim deyir sağa qaç, oradan da valideyn qışqırır sola qaç. Uşaq çaşbaş qalır, bilmir müəllimə qulaq assın, bilmir valideynə qulaq assın. Ona görə Avropada heç kim sakit futbola baxıb eləcə alqışlayırlar, tərifləyirlər. Siz deyirsiniz ki, o demək valideynlərin, uşağın belə tərbiyəli valideynlərdən, ailədən çıxmağı önəmlidir. Niyəsə İspan futbol məktəbləri üçün. Onlarda elə bir sistemdir də. Yəni valideynlər, gələn valideynlər elə bir belə deyim də, gəlirlər teatra və balet ellər öz uşaqlarına, yəni öz komandalarına dəstək verirlər. Fərqi yoxdur, komandaları uçsa da, uduzsa da həmişə dəstəkləyirlər. Bəlkə bizdə biraz ayrı cürədir. Bütün valideynlər həmişə istəyir ki, komandası uçsun. Onu hamı istəyir, amma yəni bu idmandır. Kimsə udmalıdır, kimsə udmalıdır. Bəlkə də hardasa heç-heçə qutarır da. Yəni gəldik, biz teatra baxdıq, nəticəyə baxmayaraq hamını alqışladıq. Uduzdu, fərqi eləmir. Uduzdu, fərqi yoxdur. Ondan da sonra balaca piknik ellər, hamı da sevinir, sonra gedirlər evinə. O da düşür həmişə oyunlar normaldır. Həftə sonunda çox adam işləmir deyən, həmən bu futbolla yaşayırlar da uşaqlarına görə. Festival havası kimidir, yəni belə bir şey. Məsələn, siz bir dənə fakt demişdiniz, bilmirəm böyük futbolda idi, yoxsa gənc, yəni yeniyetmələrlə bağlı ki, məsələn, müasir futbolda topu qapıdan başlayırlar da və bu belə qurulur. Yəni məşqdə nə qədər səhv eləsən də topu qapıçı pasdan başlamalıdır da, yəni müasir futbolda. Amma bizdə məsəl üçün qapıçı pasdan başlayır, bir dəfə səhv eləyəndə artıq onun üstünə gedirlər, qışqırırlar onun üstünə. Elə bir fakt var, belə bir. Elə bir fakt var. O da nəyə görə bu gəlib çıxır? Səbəbləri bilmirəm. Müəllimlərin çoxusu nəticəyə oynayır. Amma uşaq futbolunda nəticə oynamaq düzgün deyil. Yəni sabah bu uşaq ucanda hirslənir, soyuqqanlı olmur, istədiyini eləyə bilmir, sonra bir artıq hərəkət edəndə müəllimə xoşuna gəlmir. Bu deməkdir ki, müəllim onu uşağı məcbur edir nəticəyə oynamaq. Bizdə Şamaxıda biz sistem qoymuşuq, yəni bugünkü gündə balaca uşaq böyütməkdir, həm disiplinədə, həm də öyrənmək futbol oynamaqdır. Yəni uşaq səhv eləyə bilər. Uşaq səhv eləsə də biz onu ondan sonra başa salırıq ki, bunu ayrı üzrə eləsə də daha da yaxşı olardı, daha da xeyri gətirərdi da. Amma biz bugünkü gündə oynayırıq, görürük, o birisi müəllimlər imkan vermir qapıdan başlasın, deyir elə vur qabağa, orada qapıya yaxındır da, bəlkə orada qol vuraraq. Yəni bu hardasa düzgün deyil. Professional yanaşma deyil. Uşaqdan nəticə bu gün istəmək lazımdır. Biz böyük futbolda da, Premier Liqada da görürük ki, uşaq deyəndə, yəni bir futbolçu açılmaqdan belə deyəndə bağlanır. Bağlanır, top istəmir, qorxur, birdən alıb itirər, gəlir öz qapısına, biraz şey yaradır da, qorxu yaranır. Amma biz çalışırıq uşaqları öyrədək, yəni səhv eləməyə heç vaxt çalışırıq ki, qışqırmayaq, düzgün başa salaq və düzgün futbol. Tamaşaçılarda da elə şey var. Biz bayaq elə kameradan öncə danışırdıq ki, məsələn, Nəriman Axundzadədə bütün pluslarına rəğmən bir səhv eləyəndə o adamı linçlədilər. Adam da çıxdı getdi. Yəni səhvi ola bilər, yəni normaldır. Amma indi gedib Amerikada oynayır və
şoudur da, cəmaət alqışlayır falan da. Yəni siz ona razısınız ki, məsəl üçün bizdə cəmaət ona meyllidir ki, səhvi görür, yəni problemi görür. Bizdə biraz futbola ayrıca baxırlar. Yəni bizim millət belə deyim də isti millətdir. Yəni baxırsan hərdən birdən qulaq asırsan, hamı gözləyir ki, yəni komandası olsun, ya klubu, ya milli komandası. Amma reallıq var da, reallıq var. Səviyyədir, görməyən Avropa səviyyəsidir. Yəni biz çox səfər özümüzü görmürük, amma fikirləşirik ki, bunu eləyə bilərik. Düzdür, eləyə bilərik, amma faktlar var, səviyyə var. Normalda 5 dəfə də eləsən, bir dəfə alına bilər, amma o 4 dəfə alınmayacaq. Yəni bunu işləmək lazımdır və biz onun üçün yetişdiririksə, sərbəst biraz buraxmalı. Əsas da bu cavan vaxtında sərbəst olmalı ki, bir gün səhv eləmək olar. Amma sabah böyüyəndə, profesional kontrakt çəkəndə ona ehtiyac da olmayacaq onu demək ki, səhv elə. O özü də bilir ki, səhv eləmək olmaz. Harada riskə girmək olar, harada girmək olmaz. Siz də incə məqama, Ukrayna TV-də danışanda incə məqama toxunmuşsunuz. Yeni yetmədir, sevə bilər, aşiq ola bilər. O perihodlu vozrastda ona çox psixologiya olaraq ona çox diqqət yetirmək lazımdır ki, onu belə futbolla əhatə eləmək lazımdır. Düz başa düşürəm yəni. Diqqət deyəndə düzdür. Diqqət biz tərəfdən, müəllim tərəfdən həmişə elə olubdur da. Yəni uşaqlar belə deyim də öz müəllimini, yəni futbol müəlliminə daha çox qulaq asır ki, valideyni. Yəni bu tərəfi düzdür var. Yəni futbolda futbolçu olmaq çox çətin yoldur. Burada tək yaxşı oynamaq deyil. Burada disiplina var, bunu özünə aparmaq var. Sonra o переходной возраст deyirik. Oraya gəlib çatanda uşaq hansı yol seçəcək, o da çətindir. Yəni bugün hamı başa düşür də, kimləsə tanış ola bilər, ayrı yolla gedər, futbol yaddan çıxacaq. Yaddan çıxmayacaq, mane olacaq, daha da güclü məşq eləməyə. Ola bilsin ki, kimləsə tanış olsun, gecələr avtomatik, normal yatmayacaq, məşqlərə gələndə yorğun olacaq. O da hamısı mane olur futbolçunun inkişafına. Məsələn, mən baxırdım, bu yaxınlarda mini futbolcular Avropa çempionu oldular və sanki bizdə birinci balaca meydançı məsələsi var orada. Yəni fizika çox zəifdir deyə balaca meydançada biz texnikamıza güvənib, futzalda da elə olub. Mən Neftçidə futzalda oynamışam az bir müddət. Uğursuz karyeram. Sizdən fərqli olaraq uğursuz karyeram olub. Orada balaca yerdə ağıl yaxşı işləyir bizdə texnik olaraq. Amma sanki meydança böyüyəndə, o qabaritlər böyüyəndə fizikada düşür. İkinci məsələsi məncə oyuna bağlıdır ki, ora diqqət olmur, gözlənti olmur o Karpinin dediyi kimi baş aşıdan başı problemi da. Yəni və onların üzərində təzyiq olunmur və onlar öz başına heç bir müdaxilə olmadan struktural məsələlərdə gedirlər və uğur qazanırlar. Siz bunu necə şərh eləyərsiniz? Nəyə görə mini futbol bizdə alınır, amma böyük futbol məsələn zborunu gedir neçə eləyir ta ki San Marino. Mən belə deyim də, yəni bizdə mini futbol bu da təzə yaranıb. Yəni çox ölkələrdə bu mini futbol var, amma mən deməzdim ki, o professional futboldur da. Bəli. Ona görə ki, biz bugünkü ildə mini futbolla nəticə göstəririk. Həm də bizdə həmişə demişik ki, bizim futbolçular texniki daha da üstünlük veririk də. Texniki futbol həmişə daha da yaxşı oynayır. Bu mini futbolda da belədir də, yəni texnika çox kömək eləyir də. Biz öz texnikamızla o birisi ölkələrlə oynayanda çoxsu fizikaya fikir verir, amma mini futbol daha texnika. Böyük futbolun nə fərqi var? Yəni orada hamısı olmalıdır. Fiziki də, beyin də düzgün işləməlidir, texnika da, onun hamısı yerdə. Sonra hamısını bir yerdə bunu meydançada eləmək çox çətindir. Çox çətindir. Ona görə də həm də bizdə belə deyim də, deməzdim ki, bizdə futbol ölkəsidir. Yəni futboldan az adam danışır. Bayaq biz deyirik, məncə demək olar ki, 15 ildir Azərbaycanım, siz elə bir dünən eşidirsiniz ki, mən buradayam. O da çox şey deyir ki, yəni xəbəriniz olmuyor ki, mən buradayam. Yəni bu futboldan nə qədər çox danışsaq, çox da bilirsin. Bizdə belə futboldan az danışırıq deyən, ona görə çox şeyləri heç bilmir. Gün cavanlarla mən görüşəndə çox şey
tanımır məni, bilmir kim. Bəli, bəli. Halbuki məsələn Avropa karyerası ən parlaq və yeganə bəlkə də davamlı olan, mütəmadi orada oynayan siz olmusunuz da normalda. Ancaq cavanlar çoxsu bu gün məni tanır. Hə. Soruşsan da bugünkü futbolçuları tanır. Elədir. Bizdə media, yəni o səhnəvilik, o ssenizm də çox zəifdir. Məsələn Rusiyada adi bir futbolçu, indi Arşavin zadı qoyaq kənarda, amma adi bir deyək ki də hardasa 2 il oynamış bir adam, parlamış bir adam üçün ayrıca çoxlu podkastlar. Bizdə məsələn bir dənə Vuvuzela var, mən baxıram arada onlara. Onlar eləyirlər də, məsələn kontent var, səliqəlidir başdan sona qədər. Qalan nəinki futbolla bağlı bir aktyor da özünü orada göstərə bilmir. Bir deyək ki, hansısa bir professional özünü orada göstərə bilmir. Həmçinin yəni mən görmürəm ki, məsəl üçün sizi çox yerə çağırırlar. Halbuki motivasiya ola bilərsiniz hansısa gənc bir futbolçu üçün də Azərbaycanda. Elə də var, elə də var. Çox adam bilmir ki, yəni mənim kimi oyunçu gedib İspaniyada, Portuqaliyada ya Rusiyada oyuncuqdur. Bu məlumatı nə qədər çox uşaq oynayan uşaqlar, idmançılar bilsə daha da stimul kimi, bir balaca stimul kimi onlara kömək edir. Yəni məqsəd özünə versə, mən həmişə uşaqlara deyirəm, əgər sən nə ilənsə məşğulsan, özünə məqsəd qoy, hara gəlib çıxmaq istəyirəm. O hara gəlib çıxmaq sənin əziyyətindir. Sən əziyyət çəksən, sən gəlib çata bilərsən. Hamısı əziyyətini qoysan, istədiyin yerə gəlib çatarsın. Amma gərək əziyyət çəkərsən. Bugün bizdə müntəzəmlik dünyada 2 dənə ən güclü futbolçu var da. Bir Messi'dir, bir Ronaldo'dur da. Mən həmişə Ronaldo'nu deyirəm nəyə görə? O əziyyətinə görə gəlib çıxır. Messi elə bir doğulmuş futbolçudur. Yəni fərqlər çoxdur. Amma normalda çox səfər öz əziyyətinə görə gəlib yuxarı çıxa bilərsən. Evet, hətta yəni Messi'nin disiplini də olub. Məsələn Ronaldinho da fövqəladə istedada malik olub, amma karyerası qısa çəkib. Bunların ikisinin üstünlüyü odur ki, bunlar 10 il, 15 il top səviyyədə olublar da, yəni digərlərindən fərqli olaraq. Yəni o Neymar kimi, yaxud indiki Yamal kimi biraz belə hərdən xəyal olmayıblar da, belə deyim. Proşi Prostova. Ay sağ ol. Gördün, eləmədin. Hə, onu eləmədim. Aşıqqa getdi. Disiplina xromaydı. Oktay, sən qapıçı olmuşsan, indi birazdan səni yoxlayacağıq. Qoy biz də eləyəydi, nəsə. Alındı. Məncə nəsə maraqlı. Hoppa. Gəlin başlayaq başdan. Düzdür, siz bəzi yerlərdə, intervyularda o barədə belə fraqmentar danışırsınız. Mən istəyirəm ki, belə səliqəli şəkildə gələk. Birincisi, siz handbolla məşğul olmusunuz ilk, hə? Sonradan dəyişmisiniz futbola. Necə oldu? Yox, dəyişməmişəm. Mən başlayanda elə dedim, mən bütün idmanlarla məşğul idim. Sonra elə oldu ki, handbol da xoşum gəldi. Handbolla da məşğul idim. Yəni belə deyim də, həftədə 4 dənə futbol məşqi var idi. 3-ü qalırdı, 3-ünü də gedirdim handbolla məşğul oldu. Neçə illər belə məşq edirdim, həm orada, həm burada. Bir gün elə alın ki, həmən bir bayram günündə turnir yarandı, handbolda da, futbolda da. Qaldım arada, hara gedəcəm, ya handbola gedəcəm, ya futbol. Sözünüzü müəllimlər də bilirdilər ki, mən həm handbolla məşğul idim, həm futbolla. Yəni məni çağırdılar, dedilər, tavucu gərək bir dənə idmanı seçəsən, ya futbola gedəsən, ya handbola gedəsən də. Yəni turnir də elə bir vaxta düşürdü deyən. Ondan sonra mən handbolu atdım, keçdim futbola, futbolda qaldım. Orada siz deməli Neftçi karyeranız 4 il olub. 87-dən 91-ə qədər, düz xatırlayıramsa 50 top vurmusunuz ümumi orada. Və yəni parlaq bir, məsələn, Neftçi azarkeşləri də, mənim dostlarım çoxsu Neftçi azarkeşdir. Onlar da xatırlayırlar ki, əvvəli müəllim elə deyirlər İspaniyada, həm də bizim bombardier olub da, elə ki, qollar vurub. O dövrdə məsələn Neftçidən sizi məsələn Spartak Moskvaya keçidiniz necə olub? Rusiyaya hardan görüblər və yaxud Xarkov hissəsi necə olub ki, sizi daha böyük
bir maçtaba keçid eləyə bilmisiniz? Kim təklif eləyib, necə olub o? Bayaq mən deyirdim ki, hər adam gərək özünə məqsəd qoysun da futbolu. Mən çox məşq eləyirdim. Elə bil ki, əziyyətimə görə istədiyimə həmişə gəlib çıxırdım da. Mən belə deyim də 14 yaşında çıxdım, getdim Ukrayna. Orada öz əziyyətimə görə tez inkişaf elədim. Və oradanca mən milli SSR komandasına düşdüm də o vaxtları. Yəni işləyə-işləyə gəlib çıxırdım. Sonra mən Neftçiyə gəldim, çox yaxşı gəldim. Neftçinin birinci illəri çox gözəl futbolda yaratdıq. Həmən ili elə 86, deyəsən 87-ci ildə biz 9-cu yerdə tutduq. Amma birinci krukdan sonra biz 3-cü yerdə gedirdik. İkinci kruk biraz zəiflədik. Yəni böyük nəticə oldu o vaxtları. Yəni gözəl də futbolla aşağı. Sonra biraz problemlər yandı. Neftçi komandası birinci liqə düşəndən sonra mənim məqsədim qalmışdı. Amma istədiyim elə bir ki, yerdə deyildi. Yəni belə deyim də, milli komandaya göz yumurdular məndən, yəni uzaq oldum da. Ona görə mən fikirləşirdim, gərək mən bir dənə klub tapım ki, milliyə təzədən düşüm ki, daha da Avropaya yolum açılsın. Uşaqlıqda mən televizora baxanda o ağ-qara televizorlar var idi. Avropanı görəndə adamın ürəyi istəyirdi oraya düşmək. Özüm də fikirləşirdim ki, ha vaxtsa gedib orada oynayacağam da. Dəqiq bilmirdim hansı ölkədə. Amma özüm üçün qoymuşdum ki, çox işləmək lazımdır. Mən Ukrayna gedəndə 30 dərəcə soyuqda mən gedirdim, səhərlər gedib qaçırdım. Yəni, çox işləyirdim ki, gəlim böyük futbolçu olum. Xarkovda nəzərdə tutsa, Xarkov oynadınız. Bəli. Hardasa bu əziyyətim mənə kömək elədi. Gəldim, bəlkə də top istədiyim yerə düşmədim. Amma bugünkü gündə mən bilirəm ki, əziyyət çəkən fərqi yoxdur, futbolçu ya kimsə əziyyət çəkən onun bəhrəsini gətirir. Siz elə rahat keçdiniz ki, orada 16 yaşlılar üzrə Sovetdə Avropa çempionu olmuşsunuz, 16 yaşlı. Bu özü bir o kifayət edir, amma o ilə kifayətlənməmişsiniz. Spartak Moskvaya keçid edirsiniz oradan, doğru mu? Orada şey var, məsəl üçün, Dinamo Moskvada daha uğurlu olmuşsunuz. Spartak Moskvada o şeyə düşməmə səbəbiniz niyə olub? Daim heyətdə oynamamaq səbəbiniz. Mən özüm Spartak azarkeşiyəm, deyim, Oleg Romantsovun dövründə Tixonov, mənim sevdiyim futbolçu olub, Titov, Alençi falan. Onlara baxırdım, uşaq idim o dövrdə, amma Spartak Çempionlar Liqasını 6 eləmiş komanda idi. Yəni o dövrdə çox yaxşı idi. Və mən Türkiyə Liqasından çox, indi ailədə hamı rus dilli falan olub. Mən belə Dinamo Kiyeva barəsi eləmişəm, Spartak Moskvaya falan. Və sonradan mən bilirəm ki, siz Spartak Moskvada oynamısınız, amma az müddət. Niyə elə olub ki? Məni sözüncə Spartaka dəvət edən mən çox sevindim. Ona görə ki, Spartak o vaxtları elə komandadır ki, gözəl futbol nümayiş göstərirdi meydançalarda. Arzum var idi Spartakda oynamaq. Və gəldim, dəvət elədilər, mən gəldim Spartak Moskvaya. Elə birinci məşqlərə çıxanda mən çox böyük fərq gördüm. Məşqdən başlamış, çox fərqli idi məşqlər. Oleg Romantsov idi həmin gün. Bəli, Oleg Romantsov idi. Mən məşqlərə çıxanda mənim üçün çox həm xoş oldu, həm çətin oldu. Nəyə görə çətin oldu? Ona görə ki, bütün məşqlər daha çox beyin və ayaqlar işləməlidir. Çox tez fikirləşirlər. Demək olar ki, bütün məşqlərdə 2 toxunuş topu eləyən az olur. Həmişə bir toxunuş. Nə deməkdir? Bir toxunuş, top gəlməmişdən qabaq sən fikirləşməsən, topu nə edəsən, kimə ötürəsən. Və mən Spartaka düşəndə, belə deyim də, mən Neftçinin oyunçusu idim. Rus çempionatı başlayanda məni hələm Neftçi buraxmamışdı. Ona görə 4 tur keçəndən sonra məni zayıfqaya saldılar. Mənim ixtiyarım oldu ondan sonra Spartak oynamağa. Amma 4 turdan qabaq komanda başladı, sastavı bəlli idi və komanda uda gedirdi. Belə deyim də, məni zayıfqa eləyəndə mən sastava düşmürdüm. Gözlüyüm kimsə ya Asechka eləməlidir, mən girim, ya da mən Zamenə çıxırdım. Bu şey Neftçi niyə buraxmırdı ki? Yəni, istəyir ki, siz orada qalasınız, yoxsa nə müayinə olur? Yəni, normaldır da, Neftçi məni buraxmaq istəmirdi. Yəni, bugün bilirsiniz, futbolçular, yaxşı futbolçu olanda hamı öz komandasında arzulayır. Mənim də məqsədim Neftçidən getmək deyildi. Mənim məqsədim böyük komandaya getməkdir, Avropaya düşməkdir. Yəni, belə mən ayrıldım Neftçi ilə Spartakda. Səbəbi də o oldu ki, mən biraz gec məni zayıf elədilər. Ondan sonra mən oynadım.
axırıncı Sovet kubokunu Spartak Moskva ilə utdum və az oynayırdım. Yəni birinci belə deyim də klub qurtarandan sonra Dinamo Moskva məni dəvət elədi. Mən keçdim Dinamo Moskva. Dinamo Moskva avtomatik mən sastava düşdüm. Hər oyunda belə deyim də 2, 3, 4 gol vururdum. Orada mənə şoka salan fakt nədir? Bir dövr oynamısınız. O futboldan anlayışı olmayanlar üçün deyim ki, yəni elə bir ki 30 dövrədə oyun olursa 28 oynayırsınız, onun 14-ını oynamısınız və bombardier olmusunuz. İlk Rusiyanın yəni Sovetdən sonra ilk Rusiyanın müstəqillik dövrünün bombardiri sizsiz, Azərbaycanlı bir adamdır. Hə, yəni bir dənə bu Spartak Moskvadan bağlı deyim. Oleg Romantsov mənə xatirimdə belə qalıb. Tez-tez siqaret çəkən və şeydir, belə ayaq üstə qalan belə şey adamdır, belə ambisiozun adamdır da, belə çox. Ondan nəsə bir xarakter, bir məşqçi kimi nəsə götürmüsünüz, yəni nə siz də belə şoka saldı ki, oyda bu belə qeyri-adi adamdır. Məsələn, belə bir şey var idi. Mənim üçün qeyri-adam idi. Nəyə görə qeyri-adamdır? Mən əsas məşq prosesindən danışıram. Məşq prosesi çox maraqlı idi. Əsas da məşqlərin çoxusu, yəni o qədər mən komandalarda iştirak elədim, gördüm. Məşqçilərin çoxusu həm fizikaya, həm texnikaya çox güc verirdi. Amma mən Spartaka keçəndən sonra gördüm ki, burada hər şey toplandı, fizikaya az güc verilir və hamısı texnikada bir də beyin işləməlidir. Onu mən heç arada görməmişdim və gördüm ki, burada belə deyim də, qısa məsafədə tez fikirləşmək, tez oynamaqdır. Və oyunlardan sonra Romantsovun belə deyim də, oyundan sonra komanda ilə danışmağı çox qısa idi. Əsas növləri seçirdi və başa salırdı özün nə istəyir, biz necə futbol oynamalıyıq. Yəni belə şeyləri mən ayrı komandalarda görməmişdim. İndi düzdür, sonra İspaniya keçdim, daha çox şey öyrəndim, gördüm. Amma əsas mən onu gördüm ki, yəni Sovet vaxtında belə məşqlər belə deyim də, komandanı belə məşq eləməyə çox daha da tez inkişaf gedir. Təbii ki. Orada Çimbalay sizdən sonraki nəsildir, o Bəli, məndən sonra gəldim. Ondan sonra getdim İspaniya, özümü yoxlamağa, İspaniyada oynamağa, ondan sonra Çimbalay gəldi, Titov gəldi. O sonraki nəsil. Dinamo Moskvada necə, yəni orada artıq bombardier idiniz və sayılıb seçilən bir adam idiniz və oradan sizi atlayırsınız Avropaya, orada sizi görürlər Dinamo Moskvada. Bəli, biz Dinamo Moskva ilə bu UEFA kubokunu iştirak edirdik və məni belə deyim də, həmən oyunlarda Avropa baxırdı və izləyirdi. Yəni həmən ili mən Rusiyan bombardier olanda sezon qutarandan sonra yəni 3 dənə ölkədən mənə dəvət gəldi. Hansı klublar idi? Klublar yəni biri Belgiya idi, İtaliya idi və İspaniya idi. Mən eşitmişəm ki, Sampdoriyadan da təklif var idi. Hə, İtaliyanın Sampdoriyası idi yoxsa yox? Yox, Sampdoria deyil idi. Atalanta idi. Sonra Belgiyadan Brügge idi. İspaniyadan da 2 dənə klub var idi. Amma danışmamız dəqiq Betis'lə oldu. Niyə İspaniyanı seçdiniz? Belə intuitiv idi o, yoxsa ki baxdınız? Seçdim deyəndə, yəni mən Avropanı tanımırdım. Dəvətlər ən bərk dəvət İtaliya idi və İspaniya idi. Əslində qalmışdım İtaliya ilə İspaniyanın arasında. İtaliyada da getmək istəyirdim, yəni İspaniyada da getmək istəyirdim. Onun arasında qalmışdım. Ancaq haradasa mən nə bilim İspaniya daha xoş gəldi. Cana yaxın gəldi. Sözü konkret seçmədim, amma istəyirdim, fərqi yox idi. Ya İtaliyada oynayım, ya İspaniyada oynayım. İki ölkə də böyük ölkə idi, yəni futbol ölkəsi idi. İkisində də oynamaq istəyirdim. Elə alındı ki, İspanlar məni daha da tez cəlb elədilər. Orada yeri gəlmişkən Betis, o Cənubda onlar da bizim kimi istiqanlıdırlar. İndi siz danışarsınız daha çox mentalitetində, amma ora Əndəlüs olub və ərəblər, müsəlmanlarla çox kontakt olublar. Bəlkə də adaptasiya orada daha rahat keçib də sizin üçün. Əslində, hə, mənim bəxtim gətirdi. Mən elə yerə düşdüm ki, siz demiş, qabaq ərəblər orada yaşayırdı. Hardasa mentalitet bizə oxşayan mentalitetdir. Bu barədə mənə rahatçılıq oldu. Birinci mənim problemlərim dil idi. Yəni çətin idi biraz danışmaq, amma
mənim beynimdə futbol oynamaq idi. Mən əsas gücü verirdim futbol oynamaq, ona görə ki, bir insan ayrı ölkəyə gedəndə avtomatik görsənir, səni sıxırlar. Yəni xarici olduğuna görə kiminsə yerinə gəlirsən, hiss elirdim ki, məni sıxırlar. Yəni sıxırlar idman tərəfdən deyirəm, sıxırlar. Bu bariyeri də keçmək lazımdır. Bu bariyeri özün göstərmək lazımdır. Bu bariyeri elə keçməlisən ki, özünə Böyle bir hörmət qazanasan. hörmət qazanasan. Mən onu keçəndən sonra mənə çox rahat oldu. Sonra biraz da dil öyrənəndən sonra mən gördüm ki, bura Möhtəşəmdir. möhtəşəm futbola cəmiyyətin baxışı tam ayrıdır. La verdad, antes del partido, como yo lo he dicho antes, que quería deseaba meter goles, ¿no? Porque hoy mi día de cumpleaños. İstərseniz mən Sovet belə mentalitetindən istər-istəməz, indi bizdə biraz konservativ cəmiyyət olub da, ora getməyiniz və tamamilə bir Avropa mühitinə düşməyiniz. Siz deyirsiniz ki, oyundan sonra qalırdım, məsələn, özünüzün üstün olduğu tərəfləri göstərirsiniz. Məsələn, nə bilim, yəqin ki, fiziki tərəf, futbol. Yəni necə orada idman tərəfdən necə özünüzü təsdiq elədiniz orada? Əsas elə bulardı da, əsas məşqdən sonra, oyundan sonra yox, məşqdən. Mən hər məşqdən məşqə gələndə 1 saat tez gəlirdim və 1 saat gec gedirdim. Belə deyim də, hər məşqdən sonra da mən qalırdım, nəsə eləyirdim. Yəni bunu hamı görürdü. Amma oyunçularla yəni fərqimiz olmasa da, mən elə bir ki, zarafat eləyirəm, deyirəm, gəl futbol ayağımızla belə çiləyək, ya gəl pası 50 metrə pas verək. Belə mən onları öz gücümü göstərdim və hörmət qazandım da. Yəni sırf idmanla. O idmanı qazandan sonra avtomatik məni də qəbul elədilər. Həm komandaya, həm kömək eləməyə, həm futboldan da qıraq gördüm ki, məni hörmətlə yanaşırlar mənə. Əslində çox maraqlı həyatları var. Yəni qış sezonu var və yay sezonu var. Maraqlısı yaydır. Yayda Sevilla şəhəri çox isti olur. Çox isti olur. Ümumiyyətlə İspaniyada siesta sözü var. Siesta nə deməkdir? Yəni yatmaqdır da, günorta yatmaqdır. Yəni çox maraqlıdır. Yayda belə deyəndə mağazadır, hər şey perifləri çox böyükdür. O da nəyə görədir? Çox istilərə görə günorta, yəni Sevilla şəhərində günorta çıxsın, işte adam da görmürsən, hamı hardasa çörək yeyib, 1-2 saat, 1 saat, 2 saat yatırlar, sonra təzədən işə çıxırlar, davam edirlər. Amma saat 12-yə kimi hardasa həyat davam edir. Yəni gecəni çox xoşlayır İspaniya cəmiyyəti. Baxarız 4-5 saat günorta vaxt keçirirlər yeməyə, yatmaq falan. Sonra təzədən qayıdırlar işə və axşam belə növbəsində belə deyir. Belə deyim də, elə bil ki, saat 1-də qutarıb, saat 5-də təzədən işə çıxırlar. Məsafə çox böyükdür deyən, onlar həm yeməyini yeyib, həm də vaxtları var yatıb, sonra təzədən davam eləmək. Düzdür, gec yatırlar, amma elə bil ki, gün ərzində o siestaya görə təzədən enerji götürüb davam edirlər. Siz hansı şəhərlərdə qalmısınız Sevilladan fərqli olaraq? Barcelonada ya da Portuqaliyada haralarda qalmısınız? Belə baxanda elə bütün İspaniyanın hər tərəfində qalmışam. Düzdür, İspaniya böyükdür, amma hər şəhərin öz gözəlliyi var, öz cəmiyyəti var. Hamısı da belə deyim də biraz fərqlidir. Yəni əsas vaxtımı mən Andalusiyada keçirtmişəm. Oraları daha da çox yaxşı tanıyıram. Bayaq dediyim kimi bizə uyğun, bizə oxşamış millətdir. Çox maraqlı həyat yaşayırlar. Yəni belə deyim də, həftədə 7 gündürsə, bunlar 5 günü əməlli başlı işləyirlər. Belə deyim də, çöl görmürlər, amma həftə sonu hamısı harasa gedib dincəlirlər. Həm də onlar da yayda dənizə gedirlər, amma qışda normalda meşəyə gedirlər. Onlarda hər şey planlaşdırıb, belə yaşayırlar. 5 gün işləyirlər, 2 gün konkret dincəlirlər. Barcelonada yerli əhali tapmaq çətindir. O Sevillada daha çox belə yerli. Madriddir, Barcelonadır. Normalda gəlmə Amerikadan gələnlər çoxdur. Gəlmələr çoxdur da, belə deyim. Yəni İspan orada gözə dəyən İspanlar az deyil. Amma Sevilla şəhərə baxanda, Sevilla şəhərində tipik nasional şəhərdir, belə deyim də, həm də çox gəzməli yerləri də çoxdur.
Ona görə də Sevilla tam ayrı şəhər. İspanların özü də Sevilla şəhərini həm gözəlliyi ilə, həm insanlarla çox xoşlayırlar. Orada yerli mən bilirdim ki, Malaqadan bizə Antonio Banderas oradan çıxıb, sonra gəlib böyük bir pul yatırım eləyib ki, Malaqa inkişaf eləsin də. Məsəl üçün Valensiyada top 20 şəhərdən biri sayılır ən komfortlu həyat tərzinə görə. Yəni oradan çıxanlar, o varlılar, imkanlar təzədən investisiya edirlər və şəhərlər inkişaf eləyir. Hər şəhər özünə məxsus olaraq da. Əslində bu Malaqa tərəf, yəni dəniz tərəf çox inkişaf eləyir axırıncı illərdə. O balaca kəndləri, şəhərləri o qədər inkişaf elətdiriblər. İndi orada həm bahalı, həm ucuzlu yerləri çoxdur. Ancaq elə tez vaxtda çox inkişaf gedir və maraq o tərəflərə gələnlərdən artırıbdır. Portuqaliyanın fərqi nədir? Suyunda, məsələn, nə bilim, dəniz kənarında, sahillərində də belə deyək, nə fərq var Portuqaliyanın? Belə böyük fərq yoxdur. Yəni ikisi də dəniz qırağındadılar. Portuqaliyada turizmlə yaşayır, İspaniyalılar da turizmlə yaşayır. Fərq birinci sudadır. Portuqaliyanın dənizi daha da soyuqdur. Yəni çimməyə biraz əziyyət çəkirsən. Yəni çox vaxt suyun içində apara bilmirsən. İspaniyanın suyu daha da istidir. Bir də belə deyim də plajları fərqlidir. Normalda Portuqaliyada dağlıq plajlar çoxdur da, yəni balaca plajlardır. Amma İspaniyaya baxanda açıqlıq çoxdur deyən plajları daha da böyükdür. Mən belə empatiya qurmağa çalışıram. Məsəl üçün Gəncədən çıxmısınız, oradan Rusiyada yaşamısınız, sonra İspaniya, sonra Portuqaliya. 100% ki, orada belə mental vərdişlər fərqli olur da. Məsələn, yəqin ki, İspaniyada hamı şortik geyinir, misal üçün də. Burada, sonra gələndə burada adaptasiya problemi yaşamadınız, buradakı cəmaət pis baxır falan beşim. Əslində, var o, adaptasiya var, indi orada rahat gəlsən. Yəni, orada normalda millət necə rahatdır, elə də gəzirlər. Yəni, bəlkə biz haradasa özümüzə daha da çox baxırıq, onlara baxanda da. Yəni, qadın-kişi fərqi yoxdur. Daha da geyimimizə fikir veririk, istəyirik həmişə yaxşı tərəfimizi göstərək, yaxşı geyinirik də, belə deyək. Onlarda biraz bu barədə özlərinə belə deyim də, elə bir ki, vecini almırlar, yox, belə də sadə keçirlər. Yəni, fərqi yoxdur da, kim nəyi geyindir. Belə deyim də, müdür də cins geyinir, yəni fəhlə də cins geyinir. Hamısı rahatdırlar. Çox şey eləmirlər də, özlərinə güc vermirlər paltarına, ya şəhərə rahat çıxmağına. Ütüsüz geyinirlər falan da belə. Şortikdə indi şortik, indi bizdə elədir də, bizdə biraz bilmirəm niyə, şortik biraz səliqə yağın ki, görsənmir ki, şortik biraz dağılır. Mənim özüm təzə gələndə şortik giyinirdim, sonra ondan sonra tay giymirdim. Qınaqza deyirlər, deyir. Bəzi indi insanlar da, yəni bilmirəm nəyə görə bəyənmir. Adama da xoş gəlmir ki, kimsə nəsə arxanda danışanda ki, şortik görmüş səliqəli deyil. Amma belə baxanda, yəni Bakının da özündə də 40 dərəcə isti olar, adam bilmir nə giysin ki, biraz sərin olsun. Xarici görünüşünüzdə mənim belə gələndə adətən bir İspan ilə Avropalıya bənzədirlər. Bəlkə də elə bilirlər xaricisiz burada hal-hazırda Bakıda. Əslində, mənim belə deyəm də, strukturum biraz yağın ki, sıf Azərbaycan'a orada haradasa oxşamıram. Oxşuyuram, amma görə ki, fərqlənirəm. Yəni, mən İspaniyada yaşayanda hamı deyirlər, yəni bir İspansam da. Amma bura gəlirəm, deyirlər Azərbaycanda, amma biraz fərqlənir. Bilirik ki, bizim millət biraz qara yalnızdır, yəni. Amma məndə biraz elə bir qarışıqdır, yəni ona görə biraz ayrıca görsənirəm. Məncə bir də orada vacib faktor nədir? Misal üçün, indi ad çəkməyim, Azərbaycanda bir legioner var idi, o da getmişdi xaricə və sonra demişdi ki, ailəm çağırdı, atam çağırdı, qayıtdım bir ilə də. Və mənə o belə qəribə gəlmişdi ki, birincisi, yəni belə o bizdə vardı, belə maskulin bir şey var ki, gedirsən, axıra qədər davam edir, özü istedadlı futbolçu idi də o. Amma siz yəni müntəzəm çıxış elədiniz orada. Plus da mənə elə gəlir ki, vacib olan oldu ki, orada postsovet uşaqlarından ayrılıb belə İspanlarla oturub durmaq, məsəl üçün onların dilini öyrənmək. Siz burada çay içirsiniz, orada kofe içmək. Yəni belə nüanslar var da. Onu siz yəqin ki, özünüz qəsdən elə getdiniz İspanlarla oturub durmağa, hə? Yəni belə oldu yoxsa? Əslində elə ən çətin proses odur da. Yəni çox oyunçular gedir rahat, elə bilir ki, hər şey rahat olacaq. Əsas həyatda 100% oynayacaq. Amma o qıraqdan sıxan səni
həm evdən uzaq olmağı, həm məşqdə gərək sübut eləyəsən ki, sən yerli insandan güclüsən. Bunun hamısını sübut eləməlisən ki, sən orada qalasan. Bu prosesi çox oyunçu dözə bilmir. Adını da deyir, mən darıxdım, evə görürəm, ya darıxdım valideynlərə görə, ya o presingi qəbul eləmədi, ona görə ki, bilirik də, evdə rahatdır. İstədiyim kimi eləyərəm, haradasa da aseçka da eləyərəm, amma xarici, əgər sən gedirsənsə o birisi ölkəyə, avtomatik sən minimum 2 qat işləməlisən ki, sübut eləməlisən ki, mən oradan da gəlsəm, sizdən yaxşıyam. Yəni, idman tərəfindən bunu sübut eləməlisən ki, mən sizdən yaxşıyam. Ona görə məni bura dəvət edirlər. Bax, bu periodu keçmək üçün gərək güc verəsən, onu da çox adam keçə bilmir. Ya həyata düşmür, bəlkə bir-iki dəfə onun yanından sonra həyata keçmir, ya uyğunlaşmırlar mentalitetlə. Ona görə bugünkü gündə bizim böyük fərqimiz var. Bugünkü gündə bizim məşqçilər elə bil ki, məcbur edirlər futbolçunu qaçmağa, oynamağa, həvəslə çıxmağa meydançıya. Avropada elə şey yoxdur. Məşqçi belə şeyləri işləmir. Nəyə görə? Hamı istəyir yaxşı nəticə göstərsin, kollektivin içində kapitan olur və o meydançıda ola-ola görür ki, kimsə qaçmır, kimsə bəzi şeyləri eləməyəndən sonra elə həmən oyunçu məcbur edir. Ya sən oynayırsan, ya bu dəqiqə müəllimə deyəcəm, səni dəyişsinlər, sən bizə mane olursan. Yəni, elə bir ki, bir nəfər azlıqda qalır. Yəni, bu fərq çoxdur. Yəni, bizdə biraz ayrı cürədir. Bizdə tək özü səhv eləməsin, o birisi mənlik deyil də, o birisi səhv elədir. Amma başa düşmür ki, yəni bu kollektiv bir nəfər oynamayanda, yəni bir nəfər azlıqda qalırsan, gücümüz avtomatik azalır. Ona görə bir-birimizə gərək çıxırıqsa, bir-birimizə gərək dəstək olaq, kömək eləyək. Əgər kimsə səhv eləsə, ona kömək eləyək. Amma çox səfər baxırsan qıraqdan, mənim günahım deyil də. Yəni, mən itirməmişəm ki, mən elə deyil. Mən məsəl üçün, bacım oğlu var, o futbola gedir. Mən gedirəm, azad Bakıdadır da. Gedirəm onun oyunlarına arada bir baxıram. İndi gənc, məsəl üçün, məşqçidir. Bir şey demirəm, yaxşı məşqçidir. Amma, misal üçün, uşaq başa düşmür ki, o nəyə görə, məsələn, belə lojni zabek eləməlidir, qaçmalıdır. O deyir ki, deyir, qaçırıq, top sənə gəlməyəcək. O başa düşmür ki, o hansı funksiyanı icra edir meydanda. Məsəl üçün, boks, mən boksdan məşğul olanda belə qeyri-professional şəkildə də, orada bir tək sənsən deyə, sən bütün bədəni və özün cavabdehsən və bizdə də belə tək məşhur söhbət var ki, individual idman növləri yaxşı alınır. Amma deyir ki, bu tək bir vücuddur da, 11 nəfər. Burada deyir ki, bu krayni kənar oyunçular bir funksiya yerinə yetirir. Məsələn, Guardiola deyirdi ki, Henry o boyda Arsenaldan gələndə mən dedim ki, sən belə şey olar, primankasan da, orada tələsən, sən keçəcəksən, ortada Messi, Iniesta üçün bir zona açacaqsan. O onu qəbul elədi, o egosuna qəbul elədi ki, mən Henry burada yalançı bir fiksiyanı yerinə yetirəcəm də. Bizdə oyunçular anlamırlar, məsələn, oyundan sonra onlara bir video göstərtmirlər ki, sən qıraqdan necə görünürsən. Bax, bu problem var, dediyimiz professionalizm problemidir. Əslində bunu düz qeyd elədiniz. Bizdə o böyük problem var. Böyük problem var, yəni bugün biz futbol oynayanda, məhəllədə də oynasaq, yəni professional futbolda oynasaq, biz deyirik ki, apar oyunçunu da. Yəni, o nə deməkdir? Yəni, topsuz oynamaq. Bəli. Topsuz oynamaqdır. Sən bunu aparırsan, deməli ki, aparırsan, o zonanı açırsan. Ona görə ki, rəqib səndən qaçır, avtomatik o həmən yer boşalır da. Onun da əvəzinə kimsə artıq əlavə oyunçu gedir və çoxluq yaranır. Bizdə bu problem var, bir dənə də problem var ki, topsuz qaçmaq. Bizdə deyirsən, ya qaçmırsan ora, deyir, onsuz da pas verməyəcək, mən nəyə qaçım. Amma başa düşmür ki, sənin ora qaçmağın, sən oranı boşaltmaqdır. Onun da köməyi var. Elə belə də qaçsan, ümumi kollektiv üçün bu amma oranı boşaldırsan, əlavə oyunçu oraya gəlir və pas gedir da o istərəm. Siz zədələndiniz, çox tez karyeranızı bitirmişsiniz, 32 yaşınızda, amma məsəl üçün ambisiya var idi ki, yəni perspektiv var idi ki, top klubda da oynaya bilərdiniz. İndi Betis özü də top klub sayılır, amma yəni bir level olaraq yüksək klub sayılırdı. Amma məsələn Barcelona Reala keçmə imkanı var idi, amma Jokanovic zədələyir sizi. Yəni o bir sizdə belə depressiya yaratdı. Necə oldu ki, birdən karyera bitdi? Əslində elə mənim həmən vaxtım həm ən yaxşı vaxtlarım idi, həm yaxşı formada idim.
və fikir var idi. Yəni mən ora gedəndə, Betis'ə düşəndə mənim fikrim var idi. Ondan da yaxşısı olsun, ondan da böyük klubda oynayam. Amma futbolun bir dənə böyük problemi var, zədələrdir. Zədələrsə imkan vermir. Mən elə zədə alandan sonra yuxarı getməkdən biraz aşağı düşdüm. Sonra elə onun səbəbinə görə də Portuqaliyaya köçdüm orada oynamağa. Yəni bu zədələr hardasa məni saxlatdırdı. Ona görə bəlkə də yuxarı mən gedəmədim. Amma normal ki, zədələr də futbolun içində çətindir adaptasiya edib həmən formanı gəlib çıxmaq. Yəni axırıncı da mən ən pis zədəm Albacete-də oynayanda, Tenerife'yə qarşı oynayanda yəni zədə aldım ki, barmağımı qırdım. Həm uzun müalicə oldu, həm özünə gəlmirdi deyən, yəni demək olar ki, 4 ay mən gipsdə gəzdim. 6 aydan sonra mən başladım özümə gəlməyə. O da çox futbolda böyük vaxtdır, uzun vaxtdır. O səbəbə görə də mən ondan sonra belə yuxarı gedəmədim, aşağı düşdüm. Baxanda İspan futbolu mən olan vaxtlarda daha güclü sayılır. Ona görə ki, mən Portuqaliyaya getdim. Siz belə çox belə qanadlı ifadəniz var idi ki, Albacete-də oynayanda Iniesta top daşıyırdı həmin dövrlərdə. Yəni o yaş perioduna düşmüşdü. Əslində elə də var, elə də var. Mən oynayanda Iniesta uşaq idi. Iniesta top daşıyırdı da. Sonra onu gördü ki, Iniesta gəlib hara çıxdı da. Jokanovic o zəng edib demədi, üzr istəmədi, yəni bu zədə yetirdiyi üçün sizə. Əslində vaxt keçdi sonra mənə də. Yəni biraz vaxt keçəndən sonra. Yəni heç kim birinci ciddi yanaşmadı, elə bildi ki, bu zədə yüngül zədədir, amma biləndən sonra 2 dənə barmaqda da o sümükləri elə incədir ki, yəni onu zədə Allah eləməsin, kimsə zədə alsın, amma çox incədir, yəni çox vaxt aparır onu bitişməyə. Ona görə çox vaxt getdi, yəni bir də deyirəm, hər ay mənim gipsimi çıxardırdı, dedilər ki, ondan da qutaracaq, başlayasan yavaş-yavaş məşqə. Onsuz da məşq eləyirdim, mən gipsdə ola hər gün mən gedirdim trenajora, hər dəfə nəsə eləyirdim. Amma bu gipsdir, zədə çox uzun çəkdi, həm də o gipsi çıxanda mənim ayağımı tanımaq olmurdu. Arıqlamışdı, elə bir əlim kimi olmuşdum. Bitirəndən sonra amma müəllim davam edirdiniz və veteranlarla da oynayırdınız. Özü mən bildiyim qədərilə o subalinizasiya deyilən bir şey var da. Məsələn, İspaniyada yəqin ki, veteranlar içində 2-ci liqada oynayanlar var, 3-cü liqada, amma belə yüksək liqada oynayanlara belə şey var ki, hörmət var ki, 3-cü yer tutub falan 5 mekan. Bizdə biraz o yoxdur, amma onlarda subalinizasiya var. Siz necə keçirirdiniz vaxtınızı İspaniyada qaldığınız müddət, karyeranızı qutarandan sonra? Mən belə dedim də, karyeranı mən istəməyə qutardım. Nəyə görə? Mən köçdüm, axırıncı mənim komandam Portuqaliya idi. Mən köçdüm İspaniya, gözləyirdim nəsə, elə bir belə deyəm də, evə yaxın nəsə kontrakt gördüm, təkliflər var idi. Elə bir ki, mən axtarırdım, daha da mənə yaxın olsun, biraz şey olsun, uzağa getmək istəmirdim. Yəni birinci təkliflər gəlirdi, sonra gördüm ki, təkliflər gəlmədi, sezon da başladı, istəməyə mən futbolu qutardım. Amma darıxmadım, vaxt tez uçurdum, ona görə ki, hər dəfə mənə zəng edirdi, veteranlarla harasa gedirdik, rayonlara gedirdik, hər yerdə oyun oynayırdıq, yəni yaddan çıxartdıqdan sonra elə bir ki, yerli çempionat var idi, orada iştirak edirdim, yəni həmən futbol oynayırdım, ancaq profesional futbolu elə belə istəməyə atdım. Amma davam edelim, neçə illərdə bu günə kimi də futbol oynayıram da. Siz maraqlı bir şey demişdiniz mənim burada ki, biz söhbət eləyəndə dediniz ki, məsələn, çox görünməyən faktorlar var da, deyir, məsələn, mətbəx tərəfi var da. Məsələn, mən Djokovic'in intervyusuna baxmışdım, tenisistdə, o növbəti bir titulunu qazanandan sonra intervyu verəndə dedilər ki, nə hiss keçirirsən? Bu da 11-ci dəfədir nəsə titul götürür. O deyir ki, hamı elə bilir ki, mənim beynimdə bu dəqiqə kubokla şəkil çəkdirməkdir falan. Mən neçə illərdir diyetadayam. Yəni plitka şokolad xoşlayıram. Mən deyir gedib diyetoloqa deyəcəm ki, olar plitka şokolad yeyim. Yəni bu adam 1 il şokolad yeməyib, diyeta saxlayıb ki, uğur qazansın və növbəti dəfə çempion olanda beynində ancaq odur ki, gedib indi bir dənə o plitka şokoladı yeyəcəm də. Yəni diyeta məsəl üçün futbolda yəqin ki, bir nömrəli söhbətlərdən biridir. Siz dediniz ki, Azərbaycana gələndə gördünüz ki, staf adi məsəl üçün də nə bilim xadimə yediyi dolmanı futbolçular da yeyir. Yəni bu absurd bir şeydir də, yox? Belədir. O da mən belə baxıram indi düzəlibdir. Amma qabaq mən təzə gələndə mən gördüm ki,
Dolmanı işçi də yeyir, yəni futbolçu da yeyir. Yəni dolma ilə qaçmaq sonra diyeta idmançı üçün çox vacibdir. Yəni bugünkü gündə hamı bilir də kim nə yedi, onun əsas məsələsi həzm olunmaqdır da. Yəni ağır yemək yedin, gec həzm olunur. Yüngül yedinsə, sənin də məşqə çıxanda gec qida gec həzm olunursa, avtomatik sən məşqdə 100% nəticə verə bilməyəsən. Yəni hardasa böyrün çıxacaq, hardasa qarnın tez ağrıyacaq. Yəni müəllim də verdiyi məşqi istədiyinə gəlib çıxmayacaq. Nəyə görə? Bu özünü pis eləyəcək, hardasa qaçmayacaq. Yəni bu çox vacibdir. Bugünkü gündə bütün idmançılara düzgün həm qida, həm Burada psixoloq, diyeta çox vacibdir də. Yəni düzdür, şəraitimiz də o istədiyimiz yoxdur, amma yenə də biz başa salırıq imkan qədər özlərinə fikir versən həm içməyinə, həm qidasına. Böyle. O video çıxmışdı, o indi olan şeydir də göz qabağında idi ki, Kəpəz oyundan sonra indi maliyyə problemlərindən falan dolayı oyundan sonra Tofiq Bəhramoğlu yanında professional futbolçular da dönər yeyirlər. Yəni onlarlıq bir şey deyil. Yəni proses odur ki, bu dönər yeyən adam nə qədər, yəni Qarabağa qarşı, deyək ki, Sabaha qarşı nə qədər dayanıqlı ola bilər. Bu çətin bir şeydir. Professional futbol. İndi mən təsəvvür edirəm ki, gənc uşaqlara, yəni nədir də orada yəqin deyirlər ki, necə istəyirsən qidalan, adamdır. Valideynin biri var, pulu var, biri var, pulu yoxdur da. Söhbət də ondan gedir də. Elə insanlar var ki, gücləri çatmır, amma yenə də başa salmaq düzgündür. Hardasa başa salanda indi elə uşaqlar götürür və evə bizdə çox belə hadisə olur. Gəlir valideyni bizə deyir ki, bizi məcbur eləyir, diyeti yemək pişirsin, mən onlardan yerim. Elə valideynlər var ki, nə gəldi, hara gücü çatdı elə onda yeyir. Çətin söhbət. Siz Pellegrini, indi Betis'in treneri Pellegrini'dən baş məşqçi. Onlar dediniz ki, böyük bir dənə şey açıblar, kompleks açıblar, orada Betis'də hal-hazırda. Hal-hazırda çox böyükdür, akademiya çox geniş olubdur, hələm də büyünə kimi remontlar gedir. Hardasa bugünkü gün Betis'in akademiyası bu qutarandan sonra Avropada bəlkə də hardasa nömrə 1 olacaq. Ona görə həm çox böyük yerdir, içində də nə desəm var. Yəni bizim ağlımıza gəlməyən şeylər var. Elementar qapıçılar üçün meydança ayrı tikilibdir. Yəni elə xırdalıqlara fikir veriblər hər şey. Yəni biz burada Premier Liqanın komandası üçün meydança tapamırıq. Onlar qapıçılar üzrə ayrı meydança tikirlər. Görün biz harda qalmışıq. Belədir, o kamera məsələləri var ki, o oyuna nəzarət edəndən sonra çıxır ki, nə qədər adam neçə kilometr qaçıb. Məsələn, bu texnoloji bir şeylərdir artıq. Onun çoxdandan var bizdə, indi inşallah bizə də gələcək. Elə mənim vaxtımda, yəni köynə söhbətdir, çox vacibdir. Çempionat qutarandan sonra komandalar avtomatik gedirlər istirahətə. Hər oyunçuya, yəni professionallardan danışırıq, uşaqlardan danışmırıq. Hər professionala bir dənə saat verilir və həftədə 5 dəfə məşq eləməlidir, minimum 1 saat. Yəni pulsunu qaldırmalıdır, hardasa 200-ə 180-ə. Belə demək, dincəlib qutarandan sonra o saatı təhvil versin və hər şeyi görürsən. Bu insan məşq eləyibdir, məşq eləməyibdir. Yəni biz çox səfər bilirik ki, uşaqları buraxanda 4 kilo, 3 kilo artıq çəki ilə qayıdırlar və ona vaxt lazımdır o həmən çəkini itirmək, ondan da başqa formaya düşmək, olduğu formadan avtomatik. Sizin övladlarınız da dediniz ki, yaşayır hal-hazırda İspaniyada. Ümumiyyətlə, bir gənc futbolçuya, misal üçün da, siz nə məsləhət görərdiniz? Məsələn, getsin, Avropada qalsın və yəni belə deyək də, Lori dedirsə dirəşsin və orada uğur əldə eləsin. Yəni bu mütləqdir də inkişaf üçün, yox, məsəl üçün. Əslində çox inkişaf gedir. Elə birincisi hər idmançıya mən arzu edərdim ki, getsinlər və birinci ilə avtomatik çətinlik çəkəcəklər. O həmən vaxtı keçməlidir. Ən çətin momentdir. Amma orada yanaşmaqları, burayla yanaşmağı çox fərqlidir. Həm həyatın özü fərqlidir, həm də orada tək futbol deyil, idmana çox ciddi yanaşırlar. Orada futbol elə məşhurdur ki,
balaca da olsa, yəni 14 yaşında da olsa deyəndə ki, Betis'in 14 yaşında oynuyor, olur yuxarıdan deyirlər ki, bu əməlli başlı fayda futbolçu deyil. Pul faktoru da var da müəllim. Məsəl üçün bizdə uşaqları ona görə futbola qoymurlar ki, çox az bir adam ələnir, düzdür pul qazanır, amma az qazanır da. Məsəl üçün siz də demişdiniz ki, indiki dövrüm olsaydı, nə bilim 100 milyonlarla qiymət olardı və yaxşı da pul qazanarsınız. O dövrdə elə deyil idi, müəllim sizin dövrünüzdə yəni. O vaxtları pul olsaydı, amma bugünkü kimi pul deyil. Bugünkü gündə yəni futbol, mən bugünkü vaxtda La Ligada oynasaydım, Allah bilir nə qədər pul olacaqdı. Futbolu qutarandan sonra pul mənə hər şeyə çatırdı. Amma mən oynadığım dövrdə o qədər də pul verilmirdi. Sizdə elə indi Betis'də oynayan Antony var bir dənə futbolçu. Düzdür, karyerası digər yerlərdə alınmadı, amma Antony indi bir 50 milyonluq, 60 milyonluq oyunçudur. Yəni indiki ilə müqayisə etsəz sizdə bir 70 milyon, 80 milyon, 100 milyon şey olar transfer. O qədər də olmasa indi 2-3 milyon aşağı iş maaşda yoxdur La Ligada. Yəni ora düşmək çox çətindir. O vaxtları böyük milyonların söhbəti demək olar ki, yox idi. Axır vaxtda futbol o qədər inkişaf edirdi, qiymətlər o qədər qalxırdı, adam itirir nömrələri. Sizin o Betis'in mən küçədə sorğu görmüşdüm. İspaniyada azarkeşlər hələ də Vəli Qasımov qışqırırlar da, o gənclər indiyə qədər də. Çünki Betis'in əfsanələrindən biri olmusunuz da. Tengo que decir, I to see to play Veli Qasımov. Forza Betis. Hətta demək 3-cü yer tutub Betis bir dəfə Vuş Ligada, yəni böyük göstəricidir. Amma indi sizin əlaqəniz var, məsələn onlar Pelleyə, məsələn buradan bir baş məşqçi olsun, yaxud nəsə bir futbolçu olsun, ora yollayırsınız, məsələn getsin orada təcrübə toplasın. Belə bir imkan var yoxsa necə? İmkan belə şeylərə demək olar ki, yoxdur. Yoxdur, nə barədə yoxdur? Qəbul eləmir. Yəni orada çox mən deyirdim ki, bugünkü gündə bu uşaqları götürmək üçün birinci illərlə izləyirlər. Bütün hər şeyinə baxandan sonra dəvət edirlər. Yəni o günlər demək olar ki, qutarda gəldin, yaxşı oyunçun var, bir dənə baxın gör bəlkə bəyənəsin. Onlar belə şey qəbul eləmirlər ya baxmırlar. Yəni bir gündə yaxşı oyunçu ola bilərsən, amma o xəssiyyətini bilməyəndən sonra belə deyim də, 2 oyun oynayasan, yaxşı oyunçu olsan, xəssiyyətin də yaxşı olmasa bir oyun kömək eləməsən, bir onda qırmızı kart alasan, yəni heç bir klub onu istəmir. Yəni bir oyun kömək eləyəsən, sabah da qırmızı alasan, xəssiyyətinə görə ziyan vurasan. Onlar stabillik axtarırlar və axtarırlar ki, uşağın gələcəyi, inkişafı varsa, ona görə onlar illərlə uşağı izləyirlər, valideynlərinə kimi izləyirlər və görürlər uşağın gələcəyi olacaq, olmayacaq. Yəni bugün biz bilirik, elə futbolçular var ki, böyük futbolçular, amma xəssiyyətinə görə uzağa getməyiblər, futbolu tez atıblar, ayrı yolla qutarıblar futbolu, yəni belə şey var. Bugün İspanlar hər şeyə fikir verirlər və stabillik istəyirlər, stabillik də uşağın xəssiyyətindən aslında tək futbol oynamaqdandır. Onun xəssiyyətindən çox şey asılır. Yəni uşaq stabilliyi ilin axıra kimi oynasın və idman xarakteri olsun. Mən şeyi görmüşdüm, Tugay Kərimoğlu'nun belə bir intervyusu var idi ki, tibblə bağlı, futbolla bağlı ki, deyir, mənə deyirlər ki, sənin belində problem var, nəsə belə bir şeydir, sən futbol karyerini bitirməlisən. O da gedib diş həkiminə deyiblər ki, bu bir dənə dişin, problemli dişin var, onu düzəltsən, belin onurğanda düzələcək və bu təzədən futbola qayıdıb da belə deyir. Yəni elə detallar var ki, adam heç onu düşünmür ki, ağız problemi var, amma əslində elə də var. Mən elementar deyim ki, mən Luboy klubda, yəni həkimləri keçməlisən, amma diş çox vacibdir. Bir balaca ağzında karies olaraq o sağa daha rahatçılıq zədə gətirir. Ona görə də normalda böyük klublarda o problem olmur. Bütün futbolçuları yoxlatdırırlar, gətirdirirlər diş həkiminə ki, baxsın, ağzında bir balaca problem yoxdursa, məşqlərə davam. O naqruska futbolçuya verəndə əgər balaca ağzında problem olsa, o mütləq şəkildə zədə gətirəcək. Dəhşət, heç adam ağlına gəlmir. Əlaqəni tuta bilmirsən, amma halbuki çox ciddidir. Bəs mənim qayıdandan sonra, məsələn 32 yaşınızdan sonra İspaniyada qalırsınız, 2010-cu ildə qayıtmısınız Azərbaycana, düzdürmü? Yəni Berti Foxla bir yerdə işlədiniz, gəncləri məşğul etdirdiniz də. Yəni gələndə belə bir
peşmanlıq mənasında demirəm, amma belə bir xəyal qırıqlığı oldu ki, məsəl üçün ayda qalsaydım daha çox inkişaf eləmək olardı və yaxud trener orada daha yaxşı olmaq olardı. Burada yəni nə kimi fərq hiss elədiniz? Biraz belə keçid dövrü necə oldu adaptasiya bura təzədən Azərbaycana? Əslində adaptasiya çox çətin oldu. Nəyə görə? Mən elə bir o həyata öyrəşmişdim. İnkişafı elə orada başladım. Mən başladım məşqçilik işinə keçdim. 2 dənə kateqoriya mən orada oxudum. Sonra balacalarla başladım işləməyə müəllim kimi. Sonra keçdim biraz orta yaş qrupunda işlədim. Sonra böyüklər işlədim. Yəni mənim elə ildən ilə irəliləyişim var idi. Qabağa gedirdim. Ondan sonra bir təklif gəldi Neftçiyə. Mən idman direktoru ki, təklif gəldi. Yəni burada gələndə mən görürdüm Azərbaycan futbolu belə deyim də, istədiyim kimi deyil. Hamı istəyir ki, öz ölkəsində futbol böyüsün. Yəni o şeylə gəldim ki, nəsə kömək eləyim Azərbaycan futboluna, Neftçiyə ki, bizim adımız Avropada daha da çox danışsınlar. Amma həmişə istədiyim kimi olmur, problemlər oldu. İş çox idi və istədiyim kimi iş getmirdi. Yəni biz orada çox nöqtələr var ki, futbolu inkişaf eləmək Avropada daha rahatdır. Burada biraz çətinlik çəkdim. Elementar bir şeydir. Uşaqları 10 dənə uşaq yığ və məşqin prosesini denən İspaniyada onu 10 nəfərdən 9-u hamısı başa düşdü nə deyirsən. Burada fərqlidir. Burada 9-undan tərsiməsində 2 nəfər başa düşəcək, 8-i başa düşməyəcək. O da deməkdir, təhsil məsələsi, ümumi məsələdir də yəqin ki. Həm təhsil, həm uşağın beyninə girmir. Yəni həmən şeyləri elə bir ki, İspaniyada deyirsən, ya burada deyirsən, fərqlidir. Ona görə ki, İspanlar futboldan o qədər çox danışırlar. Tez həm istək çoxdur, həm tez götürürlər. Fərq birinci ondadır. Yəni biz özümüz də bürokratik məsəl üçün mən gördüyüm, qıraqdan gördüyüm odur ki, bürokratik əngəllər də var da. Misal üçün, yəni mən inanmıram ki, İngiltərə olsun, İtaliya olsun, məsəl üçün klubun prezidenti məsəl üçün deyirəm də, trenerə hansısa məşqçiyə bir irad bildirsin ki, bu belə ola bilər ha, məsəl üçün Perez, Florentino Perez nəsə desin, amma o çox nadir hadisələrdir. Burada belə bir ki, sanki o bölgü yoxdur ki, bax sən bu futbolçuların məşqinə cavab verirsən, sən sponsorsan məsələn də, sən psixoloqsan, sən də prezidentsən. Belə bir ki, o da biraz mane olur sanki, hə? Belə. Əslində elə də var. Orada hərə öz işini görür, heç vaxtda heç kimin işinə qarışmır. Ondan da başqa hamı hörmətlə, fərqi yoxdur kim nə işləyir, ya futbolçudur, hamısı hörmətlə yanaşırlar. Hərə öz yerini bilir də. Mən elə veteranlarla oynayanda biz oyunlara gedirdik. Bizdə həmişə komandanın içində bir komandanın yarısından çox La Ligada oynayanlar olur. O birisilər La Ligaya çatmayanlar var idi. Bəlkə də məndən yaxşı oynayırdılar bu gün. Ancaq həmişə özləri deyirlər, La Ligada oynamayıbsansa çox danışma. Onlar da hörmətlə normal onu yanaşırlar. Yəni bu şeylər hörmətli saxlayırlar. La Ligada başa düşürlər ki, hər adam orada oynaya bilər. Uğura zəhmətə qiymət var da. Yəni. Sağ ol. Onlar da bunu hörmətlə yanaşırlar. Yəni La Ligada oynayan oyunçuya həmişə hörmətlə baxırlar. Hardasa bəlkə bizə belə dəyər, qiymət vermirlər hardasa. Burada baxsan ki, yəqin ki, belə özünüz də həftə sonları bəlkə də oynayırsınız. Hansısa gənc oyunçu mənim kimi gəlib məsələn şey eləyir də belə şey keçir, subordinasiyanı keçir falan beşməkan, amma bu məsələn Avropada bu qəbul olunmaz bir şeydir. Yəni professionalla qeyri-professional arasında fərq var yəni. Avropada ehtiyac da yoxdur kiməsə nəsə başa salmaq ki, futbolunu oyna, artıq hərəkət eləmə. Nə oynaya bilirsən, nə eləyə bilirsən onu elə, amma sənin yanında bəziləri böyük futbol görübdür. Orada danışmağın heç bir xeyri yoxdur. Yəni mənası yoxdur danışmağa. Sən elədiyini elə, istəyirsən bugünkü gündə yaxşı futbolçusan, istəyirsən çalışsan, nəsə eləmək istəyirsən, danışmağın heç vaxt yeri olmur. Həm də disiplina var da, oranın disiplinası biraz fərqlidir. Onlar normalda biz baxırıq, məhəllə futbolunda görürlər, çox danışırlar, həmişə bahanəni studiyalarda görürlər, orada elə şey yoxdur. Yəni, axırda qərar gətirib kiməsə necə var onu eləyirlər. Bizdə baxsan, eləyirdi məhəllə futbolu, spordan çox, yəni futboldan çox spor edir. Spor var, ha. Belə kumir məsələsində də bir dənə sual vereyim. Məsələn, mən uşaq olanda
92-ci ildə mən uşaq olanda təxminən 98, 2000, 2002-ci il mənim belə ilk futbolçu gördüyüm vaxtlarda məsələn baxmayaraq ki, Barselona azarkeşlik edirdim, amma Bergkamp məsələn məni valeh eləmişdi. Hollandiyalı Arsenalda oynayanda çox estetik futbolçu idi. Özü xarici oyunlara getmirdi çünki təyyarə qorxusu vardı, fobiyası var idi. Məsələn kimin üçün Zidane olub, kimin üçün Ronaldinho, Messi misal üçün də şeydir. Sizdə belə kumir top oyunçu o dövrlərdə kim idi? Siz özünüzə bir planka kimi götürmüşsünüz hansı futbolçunu? Əslində mənim vaxtımda çox böyük yaxşı futbolçular çox idi da. Yəni belə də ümumi danışanda mən həmişə uşaqlıqdan simpatiya mən həmişə Maradona oldu da. Baxmayaraq meydançadan qırağa, amma bunun istəyi, bunun talantı, bunun futbola şəxsiyyəti dəhşət idi da. Mənim üçün Maradona. Amma ondan başqa bayaq dediyim Bergkamp da var idi, Koeman da var idi. Futbolçu çox idi. Hər pozisiyanın dəyişik futbolçuları var. Onun həm də bir şeyi var, bir futboldan kənar şəxsiyyəti, bir solçu, bir marksist olaraq gəlmişdi Napoliyə və demişdi ki, mən şimallara, Juventusa meydan oxurum və həqiqətən də çempion eləmişdi. Napoli o dövrlərdə belə o qədər də top səviyyədə deyildi, amma gətirib çıxartmışdı. Plus da dünya çempionu 2 dəfə. Siz Real Betislə Sevilla o derbi var da, məşhurdur və çılğın azarkeşləri var da. Orada necədir? Məsələn, varlı Sevilla'dır orada, Betis biraz kasıbdır, hə? Necədir orada? Əslində elə sayılır, o da nəyə görə varlı Sevilla sayılır. Betis kasıb sayılır. Sevilla'da həmişə böyük futbolçular oynayıbdır. İmkanları çox olubdur böyük oyunçular yanında. Belə baxanda Betisdə belə böyük ulduz heç vaxt yəni görməyiblər. İndi bəlkə Betis dəyişib də, amma yenə də Sevilla bütün bu vaxtları keçirdiğinde elə oyuncular keçirdi. Yəni Betis onu çatdıra bilməz. Oranın da derbisi çox maraqlı derbidir. Əslində çox yaxşı derbidir. Belə demək, zarafat derbisi deyirik də. Çox fərqlidir Madridin derbisi, yəni Barcelona'nın derbisi. Onlar fərqlidir. Yəni əsas bunların derbisi elə bir ki, zarafata görək kim güclüdür də bu il. Amma çox rahat oyunlar keçir, belə ajataj olur, amma neçə vaxt dava falan olmur. Dava zaten normalda olmur. Bir səhərdən axşamüstü mən Türkiyədə görmüşəm onu. Baxmayacaq Qalatasaray azarkeşlik edirdim. Kadıköydə qalırdım Fənərbağçı. Orada səhər tezdən, demirəm bu yaxşı bir şey deyil, amma cəmaət yığışır Aleksin heykelinin yanında, nə bilim, içki içirlər, nə bilim, dekinəsə əylənirlər və axşam saat 8-ə qədər, yəni bir gün futbol danışılır orada. Düz onlar biraz fanatikdirlər ingilislər kimi, amma İspanlar daha akademik baxırlar oyuna, sakit baxırlar falan. İspanlar da onlardan dala qalmırlar, amma səliqəli variantdadır da. Onlar da elə səhərdən hazırlaşırlar, futbola getməyə gedirlər, başlayırlar, bir yerdə kofe içirlər, belə hazırlaşırlar, sonra oyuna gedirlər, bütün gündə elə ondan danışırlar bir gün. Deməyim odur ki, yəni Betisində və Sevilla'na başqa ola bilsin bir yerdə, haradasa bir yerdə kofe içirlər, nə də oyuna gedəcəklər. Prosto maraqlısı onları qulaq asmaqdır. Bunlar deyir, bu güclüdür, bunlar bu güclüdür, bu güclüdür. Belə içlərində hər şey var da, çox maraqlıdır. Çəkeyim yəni, çəkə biləcəm bilmirəm amma. Yox, basmıram reka. Ooo! Heç gol da olmadı. Gol da olmadı. Hoppa. Ha qapçı. Yaxşı da deyəm buradan vururam. Bundan da qurtardıq. Bir də son olaraq misal üçün Azərbaycan futbolunun və yaxud Azərbaycan bir futbolçusunun hansı səviyyəyə gəlməyini istəyərdiniz və birinci növbədə nə dəyişilməlidir sizin üçün ki, bu proqres başlasın? Yəni artıq başlayıb belə baxanda Qarabağ misal üçün onu bir şey eləyir, bir atılım elədi də, bir irəliləmə elədi Çempionlar Liqasında falan, amma yerli futbolçulardan söhbət gedir. Yəni nə dəyişsə birinci növbədə siz yəni qane olarsınız və ürəyiniz rahat olar ki, futbol inkişaf edir. Əslində böyük problem, hamı da bunu bilir. Faktdır ki, bu gün
Azərbaycanda heç bir klubun akademiyası yoxdur. Ha. Yəni akademiya deməyəm o ki, orada qalsın, orada qidalansın, orada oxusun, orada da məşq eləsin. Bəli. Bugünkü gündə heç bir komandada o şərait demək olar. Yəni Sabahda Qarabağda da yoxdur da, yəni total İndi mənada. Sabah da dünən bəlkə yaradıbdı, Qarabağ da indi yaradır. O vaxtları Qəbələ var idi, o həmən uşaqlar oradan Qəbələdən bir dəqiqə demək ki, hər klubda bəlkə də Qəbələnin oyunçusu var. Yəni biz güc verməliyik bu gün akademiyalara, düzgün bunu yetişdirib tez inkişaf eləsin. Bu hər şeyi planlaşdırıb, o akademiyanı açıb, sonra o bəzi yaşına gəlib çıxandan sonra onu da planlaşdırıb, onu yetişdirmək lazımdır. Xüsusən bölgə futbolu olmalıdır da müəllim, yəqin ki. Biz sevinirik ki, o birisi ölkələrdə xaricdə oynayanlar çoxdur. Bizdə azdır. Bizdə azdır. Biz gərək yetişdirək və göndərək xaricdə oynasın. Biz əgər 5 dənə oyunçu göndərsə, 1-2 dənə Avropa səviyyəsində oyunçu çıxacaq. Bizdə də o lazımdır. Ona görə ki, biz Azərbaycan çempionatında get-gedə düzdür artır. Qəşəng futbol, amma hamı bilir ki, xaricilərin şötündən hər şey. Biz özümüzlərimizi özümüz yetişdirməliyik, hazırlaşdırmalıyıq. Avropa səviyyəsində sabah Avropaya qarşı oynayanda biz görsənək ki, biz onlardan dala qalırıq. Gözümüzün qabağında Kvaratskhelia 2 dəfə Çempionlar Liqasında qalib oldu da məsələn, yəni gürcü olaraq. Bu milli komandası 2 dənə oyun oynadı. Yəni o ölkələr ki, bizdən qabaq dala qalırdı. San Marino, Malta. İndi bizə çatıblar, ya bizi örtüblər. Yəni biz əziyyət çəkirik qabaq, biz onları rahat oluruq. Bəli. Bugünkü gün bu problemdir. O da Azərbaycan futbolçuları çatmamazdır. Yəni əvvəl məsələn necə idi? Kasıb Braziliyadan o qədər həyatda qalmaq instinkti yüksək olurdu ki, əyalət futbolunda. Onlar çalışırdılar gecə-gündüz də. Məsələn, Azərbaycanda da əgər belə bir mənzərə uşaqlıqda görürdük ki, bütün bölgələrdə Lənkəran, Qəbələ, Gəncə, Şəmkir hamısında futbol klubları belə festival idi. Yəni bölgədə də cəmaatda bir işsizlik, bekarçılıq çox olduğu üçün oyuna çox gəlirdilər. Bizdə baxırsınız ki, top 12 ölkədə klub varsa, onların 7-si, 6-sı Bakı, Sumqayıt, qalanları da belə. Orası elədir, amma düz qeyd elədiniz, bu dəqiqə bəlkə də hardasa rayonlara daha da çox fikir vermək lazımdır. Nəyə görə? Biz deyirdik ki, Bakıda məhəllə futbolu bu qədər çətindir. Amma bəzi rayonlarda məhəllə futbolu qalıbdır. Belə deyim də, nə qədər çox məşq eləsən, o qədər də güclü futbolçu imkanın var da. Amma sən bir dənə məşqlə, yəni həftədə 4 dəfə, 5 dəfə məşqlə böyük futbolçu çətin ola bilərsən də. Əgər talant da olarsan, o 5 dənə həftədə məşqlə sən böyük futbolçu çətin olarsan. Məhəllə futbolla və məşqlərlə ola bilsin ki, kompensasiya futbolçuya gəlib çıxasın. Bizdə də rayonlarda bəzi yerlərdə qalıb bu məhəllə futbolu. Amma şəhərdə çətin tapmaq olur ki, məhəllə futbol olsun. Biz iyunun 10-unu çəkirik bu. İyunun sabah dünya çempionatı başlayır. Kimə azar keçdirəcəksiniz? İspaniya favoritdir yoxsa yox? Əslində, mən favorit deyəndə, yəni azar keçdik İspan ölkəsinə eləyirəm. Mən məşə demişəm ki, yəni bizə oxşamış futbol əməşə oynayıblar, texniki futbol, yəni qısa sürətli futbolda əməşə gözəl futbol nümayiş edirlər. Görürəm, mənim İspaniyadan. Aquí estamos todos para cantarte tu canción. Estamos apiñados como varas de cañón. Y es que no hay quien pueda